İsfahanda etirazçılar dövlət televiziyasını ələ keçirib. Yanvarın 8-də İrandan yayılan videoda İsfahanda etirazçıların dövlət televiziyasının binasını uğurla ələ keçirdiyi görünür. Görüntülərdə etirazçılar binaya daxil olur və binanın daxilində nəzarətə ələ aldıqları qeyd olunur. Bu hadisə İranda xalq etirazlarının artan təzyiq və zorakılığa qarşı necə davam gətirdiyini bir daha göstərir. Sosial media platformalarında yayılan video geniş reaksiyaya səbəb olub və etirazların ölkədəki siyasi və sosial təsirini gündəmə gətirib. Qeyd edək ki, Tasnim kimi İranın agentlikləri, xəbər agentlikləri Amerika Birləşmiş Ştatları xatırladım ki, domenini onu vurub, sayt yox, Telegram üzərindən fəaliyyət göstərirlər. Onlar yəni etirazların hamısının yatırıldığını, insanların Əli Xamneyi ətrafında, ali rəhbərləri ətrafında birləşdiyini bildirirlər. Dünən Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump etirazçılara dəstək göstərən, yəni bəyanatları ilə Donald Trump bildirib ki, İrana hörmət, İrana, yəni sağ olsun ki, İran mənim sözümdən sonra 800 edamı ləğv etdi. Məlumat üçün bildirim ki, dünən, yəni yanvarın 16-sında İranda 800 edam olmayıb. Amma 52 edam həyata keçirilib deyə müxtəlif kütləvi informasiya vasitələrində məlumatlar yayılmışdı. 800 edamın yəqin ki, hamısını bir dəfəlik eləməzlər, aram-aram. 50-50 elə elədikləri kimi. Amma ixtişaşlar zamanı toqquşmalarda Rana Hüquq Təşkilatı deyir ki, 2700 falan, bəzi mənbələr 3000-dən çox insanın öldürüldüyünü bildirirlər.